Ariflər bir məsələni gündəmə gətirir, deyirlər ki, insanların bəziləri bu dünyada Allahı tapmadan dünyasını dəyişirlər və bunu bir ürək yanğısı olaraq dilə gətirirlər. Ariflər özləri Allahı tanıyan adamlardır deyə, Allahla tanış olublar deyə, həyatda, varlıq aləmində ən mühüm olan şəxslə qəlbən tanış olublar, onu tanıyıblar. Onun məhzərində özlərini hiss eləyirlər deyə, başqalarının belə bir mənəvi nemətdən, belə bir əzəmətli həqiqətdən xəbərsiz olaraq dünyadan köçməsinə təəccüblənirlər və təəssüflənirlər. Xüsusən də dindarlar. Ki, onlar dindardırlar, amma heç vaxt Allahla yaxından tanış olmaq istəməyiblər. Ariflər belə insanların Allahla tanışlığına qiyabi tanışlıq deyib. Deyiblər ki, bəzi möminlər Allahla qiyabi tanış olublar. Allahın özü ilə real tanış olmayıblar. Bu çox qəribə sözlərdir. Doğrudan da Allahla əyani, real tanış olmaq olar, onu hiss eləmək, onun əzəmətini hiss eləmək olar, onu görmək, onda fəna olmaq olar. Bəli, olar, ariflər belədirlər, ilahi övliyalar belədirlər. Bizim üçün bu yol açıqdır, yoxsa yox, bəli, açıqdır. Çox çətindir. Necə ələ gəlir? Çox çətindir. Çox asan ələ gəlir. Nəfslə mübarizə nəticəsində, günah etməməklə. Günah etməyib nəfslə mübarizə aparan bütün insanlar bu işdə müvəffəq olurlar. Əgər hər kəs də buna müvəffəq olmayıbsa, deməli, nəfslə mübarizədə çox ciddi deyil. Əgər nəfslə mübarizədə ciddi olsaq, mütləq Allahla yaxın olarıq, yaxından tanış olarıq.